Məsələn, siz nəyisə almaq istəyirsiniz. Maşındımı, evdimi, telefondumı, insanıq. Allah Taala mütləq 2 ay sizi dilənçilərlə sınayacaq. O dəhşət bir sınaqdır və siz ona baxacaqsınız, bu alqaşdır, mən buna vermirəm. Yəni ki, o kimi mənə, yəni ki, burada, bu yalandan dilənçidir, mənim pulumu götürüb oraya. O sizə aid deyil. Verə yəni. Allah onu sizə göndərib və siz o tərəfə girməyin. O Allahın işidir. Siz onda verməlisiniz. Düz 2 ay. O sizi sınayacaq. Nə kimi sən verirsən ki, mən sənə verim. Nə kimi sən halal eləyirsən ki, mən sənə halal eləyim. Nə kimi sən insanın haqqına girmirsən ki, mən də sənin haqqına girməyim. Biz heç birimiz mələk deyilik burada. Biz sadə bir insanıq və Allah Taala bizi elə bir-birimizə aid eləyib ki, mən sizin Aytən xanım çox gözəl səhv görürəm, amma özümə görə Allah Taala məni kor eləyir. Və burada o haqqa girməmək uşaqlıqda, yəni ki, o hissiyat var idi. O hissiyatları nə kimi düzgün istifadə edirsiniz, o kimi də siz udacaqsınız. Özünüzə görə. Məsələn, cavan idim, 17 yaşım var idi. Bir də görürəm ki, metrodan bir qız çıxdı. Siz də mənə bağışlayın. İl yadımdadır, sol tərəfdə, sol ayağında kalqotkası, yəni ki, süzülmüşdü. Mən belə baxdım, utanmır. Çırıq kalkotka ilə gedir. Mən sadəcə onu fikirləşdim ki, düz yarım saat keçir. Həmin yerdə, həmin həyatda o mənim kalkotkam sızılır. Onda mən özümə dedim, sus. Hətta o məqam istər-istəməz o insan beyni gedir. O məqamdakı siz özünüzü saxlaya bilirsiniz. Sadəcə tez üzrxahlıq istəyin Allahdan ki, o hadisə sizin başınıza gəlməsin. Ona görə ki, elə bir məqam yaranacaq, mütləq sizə onu yaşadacaq. Ona görə deyir ki, görmürəm, eşitmirəm, sıra. Bilmirəm. Hətta deyirəm, bir dəfə klinikada nəsə düşmüşdüm aşağı, kofe özümə süzürdüm. Bir də görəm ki, orada 3 dənə işçimiz məni görən kimi, İradə xanım. Amma mən heç kimə yəni ki, artıq o işarə idi ki, məni görəndə yəni ki, danışmaq lazım deyil. Və kim işləyirsə, heç bir gəlib, yəni ki, Aytən xanım kimdənsə danışa bilməzdi, yaxud kimsə gəlib Aytən xanımla danışa bilməzdi və bilirdi ki, mən ona yola vermirəm. Yəni ki, burada yox, məni ilə yox. Tam olaraq bağlayırdı. Mən qorxuram, o barədə qorxuram.